Demək, burada belə bir misal verilibdir. İş dəftərində ədəd üçlüyünə əsasən xanaları rəngləyin. Nümunədə bizə verilibdir. Həmişə nümunədə xanaların hamısını hesablayıb tam hissəyə, yəni ortada verib. Mən həmişə uşaqlara başa salanda, Turana da deyirəm ki, bunu bir baş hesab eləyək. Bunu isə ayaqlar. Belə yadınızda saxlayın. Bu baş hissəyə həmişə hamısını hesablayırsan, hamısını. Bu baş hissəyə yazırsan. İndi nə bilək ki, biz bura 2 yazaq, bura 4 yazaq. Görürsünüz, 2 dənə xananı fərqli rəngləyiblər, qırmızı rəngləyiblər. 1, 2, 3, 4 dənə xananı da mavi rəngdə rəngləyiblər. Bu deməkdir ki, sol tərəfdə neçə dənə xana rənglənib? 2 dənə. Sol ədədimiz, sol tərəfdəki, yəni ayağın birinə 2 yazacağıq. Digər ayağı da bilmək üçün sağ tərəfdə də neçə dənə rənglənib? 1, 2, 3, 4. 4 dənə rənglənib, onu da buraya yazacağıq. İndi bunu bir dəqiqə. İndi bunu Turan hardan bildi ki, bunu necə rəngləmək lazımdır? Uşaqlar, baxırıq, tam hissəyə nə verilibdir? Başa 6 verilibdir. Sol tərəfə verilib 5, sağ tərəfə verilibdir 1. İndi bu deməkdir ki, sol tərəfdə, həmin bu sol tərəfdə 5 dənə xananı biz qırmızı rəngləməliyik. Niyə qırmızı rəngləməliyik? Çünki başdan birinci qırmızı verib, ona görə. 1, 2, 3, 4, 5. 5 dənəni, yəni 5 olan tərəf sol tərəfdir. Oranı qırmızı rəngləyəndən sonra sağ tərəfimiz mavi rəngdir. Bir dənədir. 1 olduğuna görə bizə buranın. İndi bir dəqiqə Turan düz yazıb. İndi tam hissə 6-dır. Demək, sol tərəfdə 3 verilibdir. 3 dənəni qırmızı, 3 dənəni mavi. Yox, Turan. Hamısını eləmək olmaz. Sən artıq səhvə yol verdin. Dedim axı, tələsmə. 1, 2, o düz rəngləmsən əslində. Prost qarışıq rəngləmsən. Elə biləm ki, düz rəngləmsən, amma biraz qırağa çıxmısan. Bunu elə rənglə ki, bu xananın içini rənglə. Qırağa çıxmaq olmaz. Mavi eləməliyim. Yox, düz yazmısan. Sadəcə səhv yazmısan. Dördüncünü sən rəngləmsən. Görsən, biraz səliqəsiz rəngləyəndə artıq adam özü də çaşbaş olur. Sən niyə tələsirsən? Sən dedim ki, sənə izah eləyim, sonra yaz. Öz başına götürüb onu niyə yazırsan? Görsən, böyüyün sözünə baxmayanda necə olur? Verməliyim. İndi bir dəqiqə izah eləyim. Demək, burada 3 dənə, 3 harda verilibdir? Solda. Demək, biz 3 xananı qırmızı rəngdə rəngləməliyik. Sağda nə verilib? 3 verilib. 3 xananı da mavi rəngdə rəngləməliyik. Demək, burada da 3 verilib, burada da ona görə 3 dənəni qırmızı, 3 dənəni mavi rəngdə. İndi bir dəqiqə gözlə. Buranı da qırmızı eləyirsən və salam. Sən buradan başla mavi eləməyə. Sən onu səliqəli rənglə ki, sonra özün də çaşbaş olmayasan. Bir də ki, kənara çıxmaq olmaz. Elə rənglə ki, xananın içini yalnız rəngləyə biləsən. Və yaxud da ki, üzərindən bərk basma ki, görsən üstünü rəngləyirsən. Sən artıq çıxdın qırağa, səliqəsizliyə yol verdin. Yaz görək, səliqə ilə rənglə. Uşağın düz yazmağından da əlavə, gözlə, səliqəli olmağı mütləq lazımdır. Səliqəsiz olan yazı düzgün olsa da... mavi eləyirəm. Hamısı mavi, amma səliqəli ilə. Qırağa çıxma, səliqə ilə yaz. Biz də burada pozanın burasını karandaşlarla neynəmsisən? Karandaşla bura nöqtə qoymuşsan, xal qoymuşsan. Pozanı yazmaq olmaz. Çünki pozanı yazsan, o rəng çıxacaq sonra sənin dəftərinə. Yaxşı? Pozanın üzərinə heç bir yazı yazmaq olmaz. Səliqə ilə rənglə. Qırağa çıxmadan. Ay, sağ ol. İndi Turan özü izah eləsin, bu görüm nə başa düşdü. Turan bizə bu misalı indi özü izah eləyəcək. Niyə görə, məsəl üçün, biz bura 6 yazırıq, niyə bura 2 yazdıq, niyə bura 4 yazdıq? Turan, izah elə görüm. Burada 2 deyil. Burada bir... Yox, biz niyə tam hissəyə 6 yazdıq? Bir onu bizə izah elə görüm. Biz bu 6-nı hardan aldıq? 6-nı ümumi saydan aldıq. Hamısını hesabla görüm. 1, 2, 3, 4, 5, 6. Demək 6 buymuş da. Biz həmin bunu ümumi hesabdan olanı nəyə yazmalıyıq? Başa. Bunu baş, bunu ayaqlar dedik zənn et. Və yaxud da tam hissəyə. Sadəcə uşaqlar tam hissə deyəndə başa düşmür. Bunu baş hissəyə yazdıq, tamını. İndi biz nə bildik ki, burada 2-dir, burada 4-dür. Burada 2-dir, burada 4-dür, bildik. 2 dənə qırmızı verilib, düzdür? 4 dənə də mavi. 4 dənə də mavi verib. Qırmızı harda verilibdir? Sol tərəfdə. Biz sol tərəfə ona görə nə yazmalıyıq? 2. Sağ tərəfdə də mavi. 1, 2, 3, 4. Sağ tərəfdə də 4 verildiyini görə. İndi bura keçək.
Ümumi hesabladıq ki 1, 2, 3, 4, 5, 6. 6 ver. İndi burada hamısı özü verilibdir. Bizə rəngləmək baxır. İndi sol tərəfdən neçə dənə rəngləməliyik? Hardan bildik? Çünki burada var rəqəm. 1, 2, 3, 4, 5. Sağda da 1 verildiyinə görə bir dənə mavi rənglə. İndi sol tərəfdə neçə dənə rəngləməli? 3, 1, 2, 3. Bəs sağ tərəfdən orada da 3 dənə. 1, 2, 3. Həqiqətən də 3, 3. Bəli, həqiqətən də 3 dənə. Demək, tam hissələr bura yazılır, baş hissə yazılır. Tamın hissələri, ədədin hissələri isə sol və sağ dairələrin içərisində yazılır. İndi deyir, təsvirə əsasən ədədin hissəsini yaz. İndi gəl baxaq. Özü yazıb da burada. Ümumi say görün burada nə qədər var? 1, möhkəm say. 1, 2, 3, 4, 5, 6, 7, 8. Tamımız nədir? 8. İndi biz, bura nə hansıdır? Sol hissə, sol tərəf. Bu sol tərəfi hesabla bura yaz. Hesabla görün burada nə qədər var? Nəylə hesablayayım? 11'də. Denən mən hesablayacağım. 1, 1, möhkəm. 4, 5, 6, 7, 8. Hamısın yox ay balam. Bu sağdır, bu bundan ayrılıbdır. Solda nə qədər var? 4, 5, 6, 7. İndi bura nə yazacaqsan? 7. Ala, lap yekə yazma, səliqən yaz. 7 yaz ora. Yazdım. Ay sağ ol. Sağda nə yazıb? Sağda 1. 1. Burada 1 yazacaqsan. Ben bildim bunu. Hə, demək həm də nə deməkdir? 7-nin üzərinə 1 gəndə 8 Buraya edir. 3 yazdım. Demək, bir dəqiqə tələsmə. 3 niyə yazırsan ki bura? Buraya 3, bura deyirəm. Hə, birinci buranı tap, sonra oranı taparsan. Demək, bu ədədlər 8-in hissələridir. Hesabla görün burada nə qədər var? 1, 2, 3, 4, 5. 5. Buraya nə yazacaqsan? 5. Afərin. Biraz səliqəli yaz. Bəs bura nə yazacaqsan? 3. Xananın içindən sən kimi ixtiyar verib ki, çıxasan bu 5-in quyruğunu oradan yazasan? Xananın içində yazmaq lazımdır. İndi buranı hesabla. 1, 2, 3, 4. Demək, bura nə yazacaqsan? 4. Yaz. 4. Bura nə yazacaqsan? 4. Burada 4 yazacaqsan. Bərabər. Demək, uşaqlar, gəlin baxaq gör, həqiqətən də belədir. 7 ilə 1-i toplayanda 8 alınır. Bəli, 7-nin üzərinə 1 gələndə 8. Amma 7 dənə qələmin var idi. Birini də mən verdim, oldu 8. 5 dənə qələmin var idi. 3-ünü də mən verdim, oldu 8. 4 dənə qələmin var idi. 4-ünü də mən verdim, oldu 8. Yəni, bu tam hissə 8-dir. 7, 1, 8-in hissələridir. 5, 3, 8-in hissəsidir. 4, 4, 8-in hissəsidir. İndi isə bura baxırıq. 9. Bütün bunlar hamısı 9 dənədir. Baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Həqiqətən də 9. İndi 9-un hissələrini tapmaq üçün sol tərəf hesabla görüm nə qədərdir? 1, 8. 8 dənədir. Bura yazırıq 8. Baxın. Biri bundan ayrılıbdır. Onu da sağ tərəfə yazırıq. Neçə dənədir? Bir dənəsidir də. Demək, bura yazırıq. Həqiqətən də 8-in üzərinə 1 gələndə neçə eləyir? 9 eləyir. 8 dənə alman var idi. Birini də mən verdim, oldu 9. İndi bunu hesabla. Sol tərəfdə neçə dənədir? 3. İndi bura yazacaqsan 3. Sağ tərəfdə neçə dənədir? 1, 2, 3, 4, 5, 6. Bəli, orada 6 yazacağıq. Həqiqətən də 3 ilə 6-nı toplasaq 9 alınar. İndi baxaq görüm sol tərəfdə neçə dənədir? 1, 2, 3, 4, 5. 5. Bura 5 yazacağıq. Sağ tərəfdə 1, 2, 3, 4. bəli, burada 4 yazacağıq. Demək, uşaqlar, çox olanı birinci hesablayırıq tamı tapmaq üçün. Bəzən tam verilməyə də bilər. Bunun hamısını biz özümüz tapmaq üçün, burada verilməsəydi, 9 verilməsəydi. Biz bunun hamısını hesablayıb bura yazacaqdıq. Daha sonra görürsən ki, biri qırılıbdır. Burada da neçəsi qırılıb, burada da neçəsi qırılıb. Həmin o bütöv, qırılmayan hissə hardadır? Soldadır. Onu sola hesablayıb yazacaq. Bu qırılan biri var, biri qırılıb, o birisindən ayrılıbdır. Ayrılıb. Həmin o ayrılan hissəni də sağ tərəfə yazacaq. Biri ayrılıb bura. 1, 2, 3, 4, 5, 6'sı ayrılıb bura yazırıq. 1, 2, 3, 4'ü bura yazırıq. Başa düşürsünüz? O qırılanları sağ tərəfə yazırıq. Bu bütövləri, birinciləri sol tərəfdə. Belə yadını saxlayın. Birinciləri birinci tərəfdən yazırıq, ikinciləri ikinci tərəfdən yazırıq. İndi keçək növbəti misalımıza. Burada nə deyil? Rəngli dairələrin sayına uyğun olaraq 10 ədədinin hissəsini yazın. Baxın,
Burada Burada 10 bir verilibdir. yazmalı. Biri niyə görə özü yazıbdır? Biri niyə görə yazıb? Çünki 1 qırmızı ilə verilib. İndi biz bura neçəsini yazmalıyıq? Digərləri neçəsi qaldı? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9'u da buraya yazmalıyıq. Bəli. İndi bura ümumi hesablayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10'u buraya yazırıq. Hamısını Orasını hesablayaq. ben bildim. İndi neçə dənə qırmızı var? Mesela kırmızı 1, 2, 3, 4, 5. Bəli, 5'in birini bu tərəfə yazacaqsan. 6 birine bırak. Yox, indi bunu da özümüzdən yazmırıq, hesablayıb yazırıq. 5 burada 5. 5 dənə mavi olduğuna görə 5 dənə də oraya yazacağıq. İndi bunun tam hesabla görün nə qədər var hamısı. Yenə tam ədədə, yəni başa 10 yazırıq. Neçə dənə qırmızı var? Zaten 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Aha. Neçə dənə qırmızı var? 6. 6. Demək 6'nı bu tərəfə yazacağıq, qırmızıları sol tərəfə yazacağıq. Neçə dənə mavi var? Mesela mavi 4. 4'ü də bu tərəfdən yazacağıq. Afərin sənə. İndi tam hesabla yenə. Əslində hamısı 10'dur. Prosto mən sadəcə olaraq deyirəm ki, 7, 8, 9, 10. ay sağ ol. Tam hissəyə 10 yazırıq. Yəni özüm deyirəm ki, qoy bir də dəfələrlə hesablayasan, özü təmin olsun. İndi neçə dənə qırmızı var? 1, 2, 3, 4, 5, 6, 7. İndi 7'ni buraya yazırsa, qırmızını ay bala qatmamalı mala. 7. Neçə dənə mavi var? 1, 2, 3. Demək qırmızıları sağda yazırıq. Nəyə əsasən? Çünki nümunəmizdə qırmızını solda yazıbdı. Biz də qırmızını solda yazıb mavini sağda yazırıq. Başa düşdün? Çünki birinci bu qırmızını solda yazmışdı. Ona görə biz də qırmızı olanları solda yazırıq. Ürəyimiz istəyəni yaza bilmərik ki, mavini hesablayaq, buradan yazaq onu. Yox. Qırmızını qırmızı ilə hesablayıb birinci tərəfə yazırıq. Çünki birinci qırmızılar gəlir. Maviləri ikinci gəlir. Elə ikinci tərəfə də yazırıq. Yenə hesablayırıq tam hissəni. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Aha, demək onu bura başa yazırıq. İndi qırmızıları hesabla. Sol tərəfə yaz. 3, 4, 5, 6, 7, 8. 8, bəli. Həmişə arxada niyə başlayırsan ki? Başdan başda. Bura nə yazacaq? 1, 2, 2. Ay sağ ol ki. İndi uşaqlar. Həqiqətən də 10 rəqəminin görün nə qədər hissələri var. 10. 1'in üzərinə 9 gələndə də 10 eləyir. 5'in üstünə 5 gələndə də 10 eləyir. 6'nın üzərinə 4 gələndə də 10 eləyir. 7'nin üzərinə 3 gələndə də 10 eləyir. 8 ilə 2'ni toplayanda da 10 eləyir. Yəni 10 nə oldu burada? Tam oldu. Həmin bu ədədlər də onun hissələri oldu. Tam hissə deyəndə çaşmayın. Yəni hissələri toplayanda həmin o tam ədəd alınmalıdır. Tamı veribsə, hissələri verməyibsə, bir hissəni tapmaq üçün şəkilə baxırıq. Sol tərəfdə, yəni birinci verilən şəkili hesablayıb birinci tərəfdən yazırıq. Bura birinci tərəf, bura ikinci tərəf kimi yadınızda saxlayın. Birinci verilən rəngi birinci tərəfdən yazırıq, ikinci rəngi ikinci tərəfdən yazırıq. Və yaxud da sol və sağ kimi yadınızda saxlaya bilərik. İndi tam ədəd 3'dür. Hissələrini deyir artıq uyğun gələn ədədi özümüz yazmalıyıq. İndi bura 3 verilibdir. 2'nin üstünə neçə gələndə 3 eləyir? 1. 1 eləyir də, 1 yaz ora. Aha. Onu yazabilirim. Bir dəqiqə. Biz həm burada 3'ün hissələrini tapmış olduq, həm də buradan da tapmış olduq. İndi bunu baxırsan ki, bir dənə... Yox, qulaq as. 4 burada verilib, 1 burada verilibdir. 4. Hə, 1'in üstünə neçə gələndə 4 eləyir? 3, afərin sənə. İndi 3'ün üstünə neçə gələndə 5 eləyir? 5 eləyir. 2. Ay yaşa, 2 gələndə. İndi sən bunları tapdın, afərin sənə. İndi görürsən tam verilməyib. Bunu tapmaq üçün də bunları cəmlə. 2'nin üstünə 5 gəl neçə eləyir? Aha. Həmişə birinci çoxu tut, sonra azı tut. Buraya yazacaqsan 7. Bəli, halal olsun sənə. Əlvi çək. İndi bura 9 verilib. 5'in üstünə neçə gələndə 9 eləyir? 5'in üstünə. Aha.
5-i tutmusan da 4 gələndə də eləyir 9. Çünki 5 gəlsən onu eləyər axı. 9 yazın. 4. 9 bura verilib də. Sən ora niyə 9 yazmalısan ki? 9 burada verilibdir. Sən sadəcə 5-in üstünə neçə gələndə 9 eləyir. Uşaqlar bunu başa salaq yenə. Turan bir də başa düşsün. Demək uşaqlar, burada tam hissə verilibdir. 3 verilibdir. İndi 3-ün bir hissəsi verilib 2. Yəni bu deməkdir uşaqlar, 2-nin üstə neçə gələndə 3 eləyir. 2-nin üstə 1 gələndə. İndi burada da 4 verilibdir. 1-in üstə neçə gələndə 4 eləyir. 3 gələndə 4 eləyir. İndi burada 5 verilib. 3-ün üstə neçə gələndə bu deməkdir ki, bunları toplayıb bunu almalısan. Yəni birinci ilə ikinci dairəni toplayıb bu başda olan dairədəki rəqəmi almalısan. Yəni 3-ün üstə neçə gələndə 5 eləyir. 2 gələndə. İndi 2 də verilibdir, 5 də verilibdir. Tam hissə verilməyəndə tez bu hissələri cəmləyirik, tam alır. 2-nin üstə 5 gəl neçə eləyir? 7. Biz tamı tapdıq 7. İndi burada 9 verilib. Bu deməkdir ki, 5-in üstə neçə gələndə 9 eləyir. Yəni bu hissələri toplayıb bu ədədi almalıyıq. İndi bura baxaq. Samir və Səbinə 7 peçenyəni necə bölüşə bilərlər? Uyğun ədədləri yazmaqla neçə nümunə göstərim. Aha. Qulaq asın uşaqlar. 7 dənə cəmi bunların peçeniki var. Gəlin baxaq. 1, 2, 3, 4, 5, 6, 7. Həqiqətən də 7 dənə peçeniki var bu iki uşağın. İndi bunlar dalaşmamaq üçün bu tam bölünmür. Məsəl üçün 6 peçenik olsaydı 3-3 bölərdi. Bəlkə buradan belə. Eyni uşaqlar neçənin üstünə neçə gəndə 7 eləyir. Məsələn 5-in üstünə 2 gələndə 7 eləyər. İndi bura 7-nin hissələrini yaz. 5, bura 5 yaz, bura 2 yaz. Hə, bu demək ki neçə? Niyə belə nöqtələ qoyursan? Yaz, heç nə olmaz. Yaz. 5. Aha. İndi uşaqlar, sonra neçənin üstünə neçə gələndə 7 eləyər? 4-ün üstünə 3 gələndə 7 eləyər. Sonra neçənin üstünə neçə gələndə? 5-in üstünə 2. Yazdıq onu. 6-nın üstünə 1 gələndə 7 eləyər. İndi bunu elə bir ki... Doğru səhv yazdım bunu. 6-nın üstə 1 gələndə düz yazmısan. Demək 7-ni almaq üçün 5 ilə 2-ni toplayıb 7 eləyə bilərik. Çünki 5-in üstə 2 gələndə 7 eləyir. 4-ün üstə 3 gələndə 7 eləyir. 6-nın üstə 1 gələndə 7 eləyir. Yəni tam ədədi almaq üçün hissələri cəmləyib tamı almalıyıq. Bu qədər sadə. Demək biz bu səhifəni də çəkək ki, sizə aydın olsun. Mənə ver. Burada 4-ün üzərinə 1 gəlib. Sadəcə rəqəmləri biraz elə yazmaq lazımdır ki, burada da 2 ilə 1-i cəmləyibdir. Burada bunu biz özümüzdən yazmamışıq ürəyimiz istəyən. Çünki birinci nə verib? Qırmızı. Qırmızı neçə dənədir? 1 dənə. Buraya yazırıq. Sarı da 1 dənədir. Buraya yazırıq. Qırmızı 2 dənədir. Buraya yazırıq. Sarı 1 dənədir. Buraya yazırıq. Qırmızı 1 dənədir. Sarı 2 dənədir. Demək birincini birinci dairəyə yazırıq. İkinci rəngləyib, sayını hesablayıb buraya yazırıq. Və burada da həmçinin tam nə qədərdir? 1, 2, 3, 4 dənə. 1 dənə mavi var, 1-ə yazırıq. 3 dənə qırmızı var, 3-ə yazırıq. 3 dənə mavi var, 3-ə yazırıq. İndi burada hissələr verib bunu tapmaq üçün bu ikisini cəmləyib, cəmini buraya yazırıq. 3-ün üstünə 3 dənə alman var idi. Birini də mən verdim, elədi 4 buraya yazıram. İndi burada da bura verilməyib, bura verilməyib. Bunu belə çaşmayın həmişə. Gəlin toplayaq. Nə bilək ki, burada 4 dənədir. Bunu bilmək üçün gəlin bunların hamısını cəmləyək. 1, 2, 3, 4. Hamısı, yəni cəmi nə qədər varsa bura yazılır. Tama yazılır. 1, 2, 3, 5 olsaydı bura 5 yazacaqdım. Burada 6 dənə olsaydı bura 6 yazacaqdım. Düzdürmü? İndi 1, 2, 3, 4 hesabladım. 4 dənə var. Bura 4 yazıram. İndi buranı tapdım ki 4'dür. Və bunu necə tapım? Nə var ki burada? Mavi neçə dənədir? 2 dənə. Bura 2 yazacağım. Qırmızı 2 dənədir. Burada birinci veriləni bura birinci hesablayıram. Buraya yazıram. 2 dənə də qırmızı verilib. Bəli. Bunu da necə tapdım? Tamı tapmaq üçün burada hamısını hesablayıram. 1, 2, 3, 4, 5. 5 burada verilibdir, düzdür. Birinciyə neçə dənə nöqtə var? 1. 1 yazıram. Burada neçə dənə nöqtə var? 4. Onu da bu tərəfə yazıram. Ümumi hesablayıram. 1, 2, 3, 4, 5. Ümumi cəmi hamısını buraya yazıram. Birincidə nə qədərdir? 1, 2, 2. Burada nə qədərdir? 1, 2, 3. Bunu da buraya yazıram. Hamısını hesablayıram. 1, 2, 3, 4, 5. Hamısını hesablayıb buraya yazıram.
Birincidə nə qədərdir? 1, 2, 3, 4. Birinciyə yazıram. İkincidə bir dənə nöqtədir, bura yazıram. Hamısını hesablayıram. 1, 2, 3, 4, 5, 1 bura yazıram. Birincidə nə qədər nöqtədir? 1, 2, 3. Birinciyə yazıram. 2 dənə nöqtə buradadır, ikinciyə yazıram. Bu qədər sadə.